Demək, 22-ci sualda deyir ki, belə bir table verir bizə. Deyir ki, first come first served-damı, yəni birinci gələn birinci işini görər alqoritmindəmi, yoxsa shortest job first, ən qısa iş birinci görülər alqoritmindəmi daha böyük gözləmə vaxtı olar. Birinci FCVS-nin gözləmə vaxtını hesablayaq. FCVS-də bu sıra ilə gedir. Çünki sıra konkret bizə sıra nümunəsi vermədiyi üçün bu sıra ilə gedir. P0 hamısı 0-cı saniyədə gəlir. Hamısı müdirin otağında növbədədir. Az sıra ilə girəcəklər kimi düşünün. P0 0-cı saniyədə gəldi. 5-ci saniyədə girdi. Daha doğrusu 0-cı saniyədə otağa girdi. 5-ci saniyədə otaqdan çıxdı. Sonra P1 gəlir. Artıq 5 saniyə keçib deyə P1 5-ci saniyədə otağa girdi. 8-ci saniyədə otaqdan çıxdı. Çünki 3 saniyə işləyir. Sonra P2 gəlir. P2 8-ci saniyədə otağa girdi. 8 plus 2-ci saniyədə otaqdan çıxdı. Sonra P3 gəlir. P3-də otaq dediyim var da CPU-du deyirəm, yəni doğru dillə deyirəm. 8 plus 2-ci saniyədə CPU-ya girdi, yəni otağa girən adam kimi düşünün. CPU-ya girən proqram və 1 saniyə işini gördü, 9 plus 2-ci saniyədə çıxdı CPU-dan ya da otaqdan. Bu otağa girdiyi vaxtlarda hamısı 0-cı saniyədə gəldi. Bu 0-cı saniyədə girdi, bu 5-ci saniyədə, bu 8, bu 8 plus 2. Demək ki, bu həm də gözləmə vaxtlardır, waiting time-dır. Waiting time 13, 21 plus 2. Demək ki, FCVS-nin waiting time-ı bunların cəmi olur. Yəni, 0 saniyə bu gözlədir, 5 saniyə bu gözlədir, 8 saniyə bu, 8 plus 2 saniyə bu. Demək ki, totalda 21 plus 2 saniyə gözləmiş olurlar. Görünən yazaq. Totalda 21 plus 2 saniyə gözləmiş olurlar. FCVS-də, first come first served-da. İndi hesablayaq. Shortest job first-də nə olur, onu hesablayaq. Shortest job first-də ən qısa olan, işi ən tez qutaran, ən qısa zaman kəsində işləyə bilən birinci girir. Burada x 6 ilə 11 arasındadır deyə P2 ən gec olacaq. Yəni P2 ən böyükdür. Çünki P2-nin ala biləcəyi minimum qiyməti belə 6-dır. Birinci P3 girir. Sonra P3-dən sonra P1 girir. Sonra P0 girir. Ən axırda P2 girir. Çünki P2 x hissəsində, x orada sizə qiymət verəcək proqram özü 8-9 ad verəcək imtahanda. Amma minimum 6 verə bilər də. Yəni, nə olur olsun, yenə 5-dən böyükdür 6. P3 girdi. 0-cı saniyədə başladılar. Yəni, müdirin qəbulundadılar kimi düşünün. 0-cı saniyədə başladılar. P3 ən qısa olduğu üçün işi birinci girdi, birinci saniyədə çıxdı. Sonra P1 girir. P1 birinci saniyədə girdi. P1 3 saniyə işlədi. 3 saniyə işini gördü, 4-cü saniyədə çıxdı. P0 4-cü saniyədə girdi. 5 saniyə işini gördü, 9-cu saniyədə çıxdı. Sonra P2 9-cu saniyədə girdi. Müəyyən qədər x qədər işini gördü, 9 plus 2-ci saniyədə çıxdı. Bu otağa girmə vaxtlarıdır. Hamısı 0-cı saniyədə gəliblər deyə bunlar eyni zamanda gözləmə vaxtları olur. Yəni P3 0 saniyə gözlədi, P1 1 saniyə, P0 4 saniyə, P2 9 saniyə. Totalda bura 13 saniyə gözləmiş oldu. Yəni bu da shortest job first alqoritmidir. Totalda 13 saniyə gözləmiş oldu. FCVS ilə 21 plus 2 saniyə gözləmiş oldular total. Shortest job first-dan 13 saniyə. Deyir hansında greater, yəni daha böyük gözləmə vaxtı var FCVS-də. Çünki x minimal 6 alır. X mənfi ala bilməyəcəyinə görə zaten 21 plus x 13-dən böyükdür bütün variantlarda.